Uzun müddətdir bir məsələ mənim zehnimi məşğul edirdi və özümə bu sualı verirdim. Görəsən niyə günah bu qədər adiləşib? Görəsən niyə haram bu qədər normallaşıb? Nə üçün bəzilərinə görə namus və qeyrət öz önəmini itirib və bütün bunlar son dönəmlərdə çox sürətli bir şəkildə yayılır. Daha sonra Quran və hədislərdə araşdırma aparanda bunların təsadüfi olmadığını gördüm və bu zamanın gələcəyi xəbər verilmişdi və hal-hazırda biz o zamanda yaşayırıq. Quranın Fatih surəsinin 6-cı ayəsində Allah buyurur, həqiqətən şeytan sizin açıq-aşkar düşməninizdir. Elə isə siz də onu özünüzə düşmən bilin. Elə həmin Quranın digər ayəsində buyurur ki, o düşmən tək deyil, onun cinlərdən və insanlardan olan bir ordusu var. Bu isə o deməkdir ki, son dönəmlərdə dünyada və ölkəmizdə baş verən fəsadlar, tökülən qanlar, günahsız yerə olunan həbslər, Allahın haram buyurduğu məkanların, şərab evlərinin, diskotekaların və barların rəsmiləşdirilməsi, Quranın dili ilə desək, şeytan və ona itaat edən insanların əməlləridir. Bəs görürsən, şeytan və onun insanlardan olan ordusunun son dönəmlərdə bu qədər aktivləşməsinin səbəbi nədir? İmam Sadiq əleyhissalam bunun cavabını verib. Mehdi əleyhissalam zuhur etməzdən öncə, şeytanlar, yəni cinlərdən və insanlardan ibarət olan şeytanlar möminlərin qəlblərində süslük yaratmaq və onların imanlarını əllərindən almaq üçün bütün güclərini ortaya qoyarlar. Bax, elə ona görədir ki, bu günləri haram azadlıq sayılır, həya geridə qalmaq sayılır. Haqq ayaqlar altına alınıb, iffətli, namuslu kişilər və qadınlar günahsız yerə həbslərə atılır. Günah yeni həyat tərzi olaraq bizə təqdim olunur. Xülasə, zuhur yaxınlaşdıqca cəmiyyətlər zülmətə daha çox qərq olacaq. Çünki bu şeytanın son hücumudur. Yəni, zuhur yaxındır. Şeytan da bilir ki, İmam Mehdi əleyhissalam zuhur edəndə onun yer üzərində qurduğu bu günah sistemi dağılacaq. Çünki bu imtihanın ən ağır mərhələsidir və şeytanın son hücumudur. Əgər dua etməyə çətinlik çəkirsənsə, qəlbində dinə qarşı soyuqluq yaranıbsa və bunun kimi digər mənəvi məsələlərdə süslük hiss edirsənsə, bu şeytanın vəsvəsəsidir. Çünki o bizi haqq yoldan və dinimizdən uzaqlaşdırmağa çalışır. Biz isə dinimizin buyurduğu qayda və qanunlara əməl etməklə, dualarla, zikirlərlə onun şərrindən amanda qalmalıyıq. Nə olursa olsun özümüzü zuhur zamanını yetişdirməliyik. Çünki bu imtihanın son mərhələsidir və eyni zamanda şeytanın da son hücumudur. Artıq zuhur çox yaxındır və bu mütləqdir. Allahın vədəsidir. Amma sual budur. İmam Mehdi əleyhissalam gəldiyi zaman sən və mən onun qarşısında duranlardanmı, yoxsa onu qarşılayanlardan mı olacağıq?